Uşaqlar 7-ci sınaq suallar dünyanın siyasi xəritəsi və təbii ehtiyatlar. Birinci test tapşırığını nəzərə yetiririk. Sualda bizə nə deyir? Gəlin baxaq. Deyir ki, Aralıq dənizi sahilində yerləşən Afrika ölkələrinə aid olan xüsusiyyətlər müəyyən. Aralıq dənizi sahilində bilirsiniz ki, Mərakeş, Əlcəzair, Tunis, Liviya və Misir dövlətləri yerləşir. İqtisadi inkişaf səviyyəsinə görə Afrikanın digər ölkələrindən daha irəlidədirlər. Bəli, tropik Afrikadan irəlidədirlər. Bir, mineral ehtiyatlarla zəif yox, yaxşı təmin olunublar. Bilirsiniz, fosforit quruşaqları və zəngin neft və təbii qaz var. Şərabçılıq ənənəvi sahə ola bilməz. Şimali Afrika müsəlman ölkələri olduğu üçün orada şərab mümkün deyil. Üzümçülük var, amma şərabçılıq, şərab istehsalı yoxdur. Xam mal ixrac edirlər, bəli. Elə primitiv olaraq biz bilirik ki, Əlcəzairdən İtaliya və İspaniya istiqamətində təbii qaz kəmərlərə çəkilmişdir. Avtomobil qayırma və cihaz qayırma inkişaf etmişdir. Bu səhvdir. Bu daha çox inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Və sitrus meyvəçiliyi eyni zamanda heyvandarlığın qoyunçuluq və dəvəçiliyi inkişaf etmişdir. Bu ifadə doğrudur. Bəli. Cavab 1, 4, 6 variantımız D variantı hesab olundu birinci sualda. Aydın oldu tapşırıq. İkinci. Dünyanın müasir siyasətinin formalaşmasına keyfiyyət dəyişikliklərinə aiddir. Keyfiyyət biz dedik kağız üzərində həll olunan məsələlərdir. Bura aiddir. Dövlətlərin müxtəlif təşkilatlarda əməkdaşlıq etməsi D variantı. Qalanları su özələri qurulması nəticəsində ölkələrin sahəsinin böyüməsi, məsələn Niderland kimi ölkə, bu kəmiyyət irəliləməsidir. Müharibə nəticəsində ərazinin zəbt olunması, bilirsiniz Rusiya-Ukrayna müharibəsi zamanı Donetsk, Lugansk bölgələrin işğalı. Bu kəmiyyət məsələsidir. Yeni kəşf olunan ərazilərdə ölkələrə birləşdirilməsi, yeni kəşf olunan ərazinin ölkəyə birləşdirilməsi də yenə nədir yoldaşlar? Kəmiyyət irəliləməsidir. Ölkələrin parçalanması, birləşməsi bu da kəmiyyət irəliləmələridir. Aydın oldu. 3-də Türk sivilizasiyası əsasən hansı landşaftda formalaşmışdır? Türklər bilirsiniz ki, Mərkəzi Asiyadadır. Mərkəzi Asiyada, xüsusən də Qazaxstanda nisbətən münbit torpaqlar haradır? Çöl zonaları. Bəli. Cavabımız Y variantıdır. 4-ə baxırıq. Xəritə sxeması əsasən daş kömürün daşınma istiqamətlərinin doğru verildiyi bəndi müəyyən edin. Daş kömürü bildiyiniz kimi dünyada, ABŞ-da, Avstraliyada, Carda var. Braziliyada yoxdur. Baxın, olanları mən deyirəm. ABŞ-da 6-da var, Carda var 5-də, bir də 4-də var. Mütləq şəkildə 4, 5, 6-dan getməlidir. Hara getməlidir? Təbii ki, 2-yə, 1-ə və 3-ə. Çünki bunlarda yoxdur. Aydın oldu, bu məntəqələrdə yoxdur. İndi gəlin baxaq. Görək doğru verilən bəndlər hansıdır? Yazıb A variantında 5-dən ara 4-ə, 5-dən 4-ə getməz. Avtomatik olaraq bu nədir? Səhvdir. B-yə baxırıq. 6-dan 3-ə gedər. 2-dən 5-ə getməz. Əksinə 5-dən ara gəlməlidir. 2-yə, deməli ona görə səhvdir. 6-dan 5-ə gedər. Yox, 6-dan 5-ə getməz. C ona görə səhvdir. 6-dan 2-yə, 6-dan 2-yə gedər. 4-dən 3-ə, 4-dən 3-ə gedər. 5-dən də 1-ə təbii ki gedər. Doğru cavabımız nə oldu yoldaşlar? 4-də D variantı. Bu maraqlı test tapşırığı hesab olundu. Aydın oldu sual. Sonra növbəti suala nəzər yetiririk. 5-ci test tapşırığı. Sualda bizə nə deyir? Həm Avropoid, həm də Mongoloid irqinin əlamətlərini daşıyan türk xalqları. Yoldaşlar bunlar əsasən Qafqaz və Kiçik Asiya yarımadasındadırlar. Avropa ilə Asiyanın sərhəddində. Burada bizdə doğru cavab olacaq verilənlərdən deməli Azərbaycanlılar 3, sonra türkmənlər 5, bir də qismən tatarlar olacaq 6. Cavabımız nə variantı? C variantı. Uşaqlar, Uyğurlar Mongoloiddir, Yakutlar Mongoloiddir sırf, Qaqazlar isə Moldovada Avropoiddir. Aydın oldu, bunu yadda saxlayaq. 6-ya baxırıq. Türk xalqlarının böyük köçünün başladığı mərkəz, uşaqlar böyük köçlüyü hardan başladı türklərdə? Əsasən Mərkəzi Asiyada, yəni 5-dən başladı. Doğru cavabımız nə variantı oldu? A variantı. Bunu siz tarixdən də bilirsiniz. Yoldaşlar 7-ci sual. Türk xalqlarının dini inanclarına görə qruplarını müəyyən edin. Yoldaşlar burada şamanizm və iudaizm də var. İudaizm konkretdir. Bura Karaimlər və Qırımçaqlar aid olacaq. Yəni 3-ə konkret olaraq nə yazacaqsınız? C. Aydın oldu mu? Bundan əlavə 3-cü C-ni yazandan sonra baxırsınız ki, burada verilən türkmanlarla qırğızlar, bunlar türk dövlətləri olacaq. B ilə nə? D. Gedəcək İslam dininə. Türkmən və qırğızlar. B, D. Qaldı yoldaşlar Xakaslar və bir də Altaylar. Xakaslar, Altaylar, Tığ və Altay, Xakasiya bildiyiniz kimi bunlar Cənubi Sibirdədir. Cənubi Sibirdə də şamanizmə etiqad edirlər. Doğru cavab olacaq yoldaşlar A ilə Y. Variant ümumilikdə nə variant oldu? B variantı. Sual aydındır, 7-ci sual. Keçdik yoldaşlar 8-ə. 8-də bizə deyir ki, müvafiq olaraq Asiya, Afrika və Cənubi Amerikada yerləşən federativ ölkələri müəyyən edin. Burada diqqətlə baxsanız, Birləşmiş Ərəb Əmirlikləri Asiyada federativdir, bilirsiniz. Özdə mütləq monarxiya federativdir. Sonra Nigeriya bildiyiniz kimi Afrikada federativdir. Venezuela isə Cənubi Amerikada federativdir. Ümumiyyətlə biz bilirik ki, Kanada, ABŞ, Meksika, St. Kitts, Nevis, Venezuela, Braziliya, Argentina bunlar Şimali və Cənubi Amerikada olan 7 dənə federativ ölkədir. Cənub-Qərbi Asiyanın federativ ölkəsi olacaq Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Asiyada isə Pakistan, Hindistan və Nepal.
Doğru cavabımız nə variantı oldu? B variantı 8-ci sualdır. 9-cu test tapşırığına nəzər yetirir. Yanlış sıranı bizdən soruşur. Necə sıra? Yanlış. Neft qərbi Sibir ovalığı Rusiya, bu ifadə doğrudur. Çünki çökmə suxurları var. Mis bizdə verib Dağlıq Şirvan. Bilirsiniz ki, Böyük Qafqazda polimetal filizdən başqa filiz mövcud deyil. Bu ifadə yanlışdır. Əlbəttə ki, biz 2-ni götürdük. Yoldaşlar, boksit, York yarımadası Avstraliya, bu doğrudur. Dünyanın ən böyük boksit yatağı buradadır. Bu düzdür. Dəmir filizi Orta Sibir yaylası Rusiya, bu da doğrudur, bildiyiniz kimi. Amma Amazon ovalığında daş kömür ehtiyatları mövcud deyil. Cavabımız oldu verilənlərdən 2-5 variantımız B, bəndi 9-cu sualda. 10-cu suala baxırıq yoldaşlar. Onda bizə nə deyir? Onda deyir ki, dünyanın siyasi formalaşması ən yeni dövr üçün səciyyəvi olan cəhətlər. Ən yeni dövr 1-ci Dünya müharibəsindən günümüzə qədər olan dövrdür ki, onu da biz müxtəlif mərhələlərə bölürdük. 30-40-cı illər, 50-60-cı illər və müasir dövr. Dünyada kapitalist iqtisadiyyat sisteminin yaranması bu əlbəttə ki, doğru deyil. Avropa sivilizasiya dövlətinin müstəmləkələrə sahib olması bu da doğru deyil. Yavaş-yavaş bilirsiniz ki, müstəmləkələr sıradan çıxırdı. Sosializm sistemi dağıldı, 3 düzdür. Asiya ölkələri imperiya sistemi səhvdir. Bu əlbəttə ki, doğru deyil. Bu orta əsrlər dövrüdür. Soyuq müharibə siyasəti həyata keçirilir. 5. Bir də 2-ci müharibəsinin baş verməsi və sosializm sisteminin yaranması. 3, 5, 6. Variantımız nə bəndə oldu? Yoldaşlar, D variantı oldu 10-cu sualda. 11-ci suala biz nəzər yetiririk. Burada bizə nə soruşur? G20 böyük 20-liyə daxil olan ölkələr. Yoldaşlar, G20-yə daxildir Cənubi Afrika Respublikası Afrikada. Səudiyyə Ərəbistanı, Cənub-Qərbi Asiya. Cənub-Qərbi Asiya G20-də, Səudiyyə Ərəbistanı hara var idi? Türkiyə var idi. Təbii ki, Afrikada Misir olmaz. Argentina təbii ki, doğrudur. Qazaxıstan olmaz. Koreya Xalq Demokratik Respublikası, yəni Şimali Koreya olmaz. Cavabımız 1, 2, 4. Variantımız nə variantı oldu 11-də? Y variantı. Növbəti suala baxırıq. G20, bir də onu xatırladım ki, dünyada ÜDM həcmi böyük olan ilk 20 ölkədir. Yaxşı mı? Sonra, sxema əsasına uyğunluğu müəyyən edin. Almaniya Qərbi Avropadadır. Ümumilikdə doğrudur. Region olaraq Qərbi Avropa və Berlindir. Bir düzdür. İndoneziya Şərqi Asiyada deyil, Cənub-Şərqi Asiyadadır. Ona görə bu ifadə yanlışdır. Kolumbiya Latın Amerikasındadır, amma mərkəzi Karakas deyil. Karakas Venezueladır. Kolumbiya Santo de Bagato'dur. Əfqanistan Cənub-Qərbi Asiyadadır və paytaxt Kabildir. Bu doğrudur. 1-4. Rumıniyada Şərqi Avropadadır və paytaxtı Buxarestdir. Cavab 1-4-5. Variantımız nə oldu? C variantı. Bəli. 13-cü test tapşırığına baxırıq. Şərti işarələrə aid olduğu faydalı qazıntılara və bu faydalı qazıntı zəngin olan müvafiq ölkələr. Yoldaşlar, bu dəmir filizidir. Bu müvafiq olaraq boksitdir, yəni alüminium filizi. Bu da misdir. Cavab, dəmir filizi, boksit, mis. Dəmir filizinə görə Rusiya, boksitə görə Yamayka, bilirsiniz, satırdı. Enerjisi olmadığı üçün. Misə görə də Çili dünyada fərqlənirdi. Düzgün cavabına variantı olduğu 13-də A variantı. 14-də baxırıq yoldaşlar. İyni yarpaqlı meşələr və ekvatorial meşələr verib. Eyler-Venn diaqramına görə uyğunluğu soruşur. Antropogen təsirə nisbətən zəif məruz qalan iyni yarpaqlıdır. Çünki daimi donuşluq zonalarına daha yaxındır. Yəni qütbə daha yaxındır. Ona görə də 1. Mülayim iqlim qurşağı ortaq cəhətdir. İkisi də mülayimdədir. 3-ə gedəcək 2. Formalaşdığı iqlim qurşağında il boyu isti və rütubətli hava kütləsi hakim olur. Il boyu isti və rütubətli... Oy da səhv dedim, üzr istəyirəm. Mülayim iqlim qurşağı dedi. Bircə saniyə. Yoldaşlar, siz bilirsiniz ki, ekvatorial iqlim qurşağı, ekvatorial meşələr ekvatorial iqlim qurşağıdır. Mülayim iqlim qurşağında deyil. Mülayim iqlim qurşağında yayılmışdır. İyni yarpaqlılar olacaq yoldaşlar nə? 2. Bu birinci xüsusiyyət var idi. Mən ümumiyyətlə sualda ekvatorialı səhv oxudum deyə bu səhv getdi. Əvvəldən bir dənə deyim cavabı. Antropogen təsirə zəif məruz qalıblar. İkisi də zəif məruz qalır. Bunun səbəbi var. Biri ifrat rütubət, biri də daimi nədir? Donuşluq. Bu 3-ə gedəcək 1. 3-ə nə getdi yoldaşlar? 1. Deməli, 3-ə getdi yoldaşlar 1. Sonra, mülayim iqlim qurşağında yayılmış iyni yarpaqlı meşələr 2. Formalaşdığı iqlim qurşağı il boyu isti və rütubətlidir. Ekvatorial meşələr 2-ə getdi 3. Yayıldığı ərazi daimi donuşluq yayılmışdır. İyni yarpaqlı meşələr olacaq 1-ə 2 ilə 4. Yayıldığı ərazi əmsal vahiddən böyükdür. Ortaq cəhət 1, 5 getdi 3-cüyə ortaq cəhətə. Və son olaraq biz deyirik ki, yayıldığı ərazinin keçən çaylar axımız rejimi sabitdir. Ekvatorialda olacaq 6. Deməli, 2, 4, 3, 6, 1, 5. Düzgün cavabımız nə oldu bala? Y bəndi hesab olundu. Aydın oldu. 15-ə baxırıq. Doğru bəndləri müəyyən edin deyir. Gəlin baxaq. Polşa bildiyiniz kimi respublika unitardır. Bu ifadə doğrudur. Argentina respublika, amma federativ. Bu da doğrudur. İsveç yoldaşlar respublika deyil. İsveç bildiyiniz kimi konstitusiyalı monarxiyadır. Səhvdir. Belçika monarxiyadır. Özdə federativdir. Bu da doğrudur. Cavabımız nə oluyorlar? 1, 2, 4. Variantımız Y variantı. Gəlin obrislərdə problem nədir? Baxaq. Misir monarxiya deyil yoldaşlar. Afrikan monarxiyası Mərakeş, Lesotho və Esvatinidir. Braziliya respublikadır, amma unitar yox, nədir? Federativdir. Ona görə bu yanlışdır. Cavablarımız oldu yoldaşlar. Doğru olanları soruşurdu deyə 1, 2, 4. 15-də cavab nə bəndi? Y bəndi. 16.
Türk xalqları ilə bağlı uyğunluq. Müstəqil dövlətə malik olanlar, bunu hamımız əzbər bilirik. Müstəqil dövlət var Özbəkistanda. Yəni birə nə gedəcək? C. Bəli, birə nə getdi? C. Dövlət qurumuna malikdir deyəndə bura aiddir Altaylar, Altay Dövlət Qurumu və bir də Başqırlar. B və nə yoldaşlar? D. B ilə nə? D. Və deyir ki, yerli xalqlar hesab olunur və dövlət qurumu yoxdur. Salarlar və bir də əlbəttə ki, Axısqa türkləri. A ilə nə? Y. Cavab 1C, 2B'de 3A'yı. Cavabımız A variantı 16-cı sualdır. 17-ci test tapşırığına gəlin diqqət eləyək. 17-də görək bizdən nə soruşur. 17-də bizə deyir ki, xəritə sxemdə rəqəmlərə verilən ölkələr üçün ümumi əlamətlər, ölkələri təyin eləyək. 1 haradır yoldaşlar? Cənubi Afrika Respublikası. 2 haradır yoldaşlar? Çin. 3 haradır bala? Rusiya. 4 haradır yoldaşlar? Əlbəttə ki, Braziliya. Tamamilə doğrudur. İndi gəlin xüsusiyyətlərə baxaq. Mineral resurslarla zəngindirlər ifadəsi doğrudur. Bunlar mineral resurslarla zəngindirlər. Yoldaşlar, BRICS, Braziliya, Rusiya, Indiya, yəni hara? Hindistan, Kitay dediyimiz Çin və South African Republic, Cənubi Afrika Respublikası. BRICS təşkilatının üzvüdürlər. Doğrudur yoldaşlar. 1-2. 1-2, bir də təsərrüfata əsasən gətirmə xammal yox. Bunlarda yerli xammal da mövcuddur. Bu yanlışdır. İnsan inkişaf indeksi çox yüksək deyil. Təbii ki, bilirsiniz ki, insan inkişaf indeksi çox yüksək göstəricisi əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidir. İnsibati ərazi quruluşuna federativ söhbətində Çin burada yanlışdır. Bu federativ deyil. İqtisadi potensialına görə böyük 20-liyə daxildirlər. Təbii ki, bu ifadə doğrudur. Cavabımız B variantı hesab olundu 17-ci sualda. 18-ə baxırıq. Geotermal enerjidən istifadə edən ölkələr bunun rahat tapılma yolu var idi. Biz sizlərdə son dövrdə bu haqda məlumat əldə elədik. Dedik ki, geosinkronal sahələrdə isti, termal və mineral sular səthə yaxın olduğu üçün daxili istilikdən istifadə olunur. O da əsasən Yaponiya, Yeni Zelandiya və İslandiyadadır. Variantımız C variantıdır. Aydın oldu geosinkronal sahələr. Yaxşımı? 19-a baxırıq. Ölkələrin daş kömürlə təminat dərəcəsini müəyyən eləmək üçün yoldaşlar biz nə etməliyik? Ehtiyatı bölməliyik ki, illik hasilatı nəyi tapaq? Əlbəttə çatacağı ilin miqdarını. Əli bəy, ehtiyat milyardla, illik hasilatı isə milyonla ifadə olunur. Milyardı milyona böləndə 1000 qalır yoldaşlar. Burada 1000 qaldığı üçün biz nə edəcəyik? Elə bir ki 8 onda 5-in yanı 3-0 yazacaq. Yəni olacaq A-da 8500 bölünsün neçə? 250. Neçə tapmısınız? 8500 bölünsün 250. Bu elədir yoldaşlar 34 il. Neçə il? 34 il. Sonra yoldaşlar 7800'ü böləcək 150'yə. 7800 böl 150. Bu elədə 52 il. 52 il B-də. Və 3600'ü böləcək yoldaşlar 80'ə. Bu da elədi 45 il. 45 il. Hər birini tapdıq. Deməli 34 il, 52 il, 45 il. Təminatını müqayisə eləyin deyirdi bizə 19-cu sualda. O zaman biz burada gördük ki B böyükdür nədən? C'dən. O da böyükdür nədən? A'dan. Doğru variant nə oldu? Variant yoldaşlar Y variantı. Nə variantı? Y. İnklər, Azteklər, Maya sivilizasiya formalaşmışdır. Bildiyimiz kimi bunlar formalaşıb Ant dağları və Kordilyer dağlarında. Cavab D variantı hesab olundu 20'də. 21'ə baxırıq. Yoldaşlar, mərmər, travertin, gips yataqlarının yerləşdiyi inzibati rayonlar. Bildiyimiz kimi gəlin inzibati rayonları təyin edib. Bir haradır yoldaşlar? Şəm, Kir. 6 haradır yoldaşlar? Kim deyər? Daş, Kəsən. 5 haradır? Goran, Boy. 4 haradır yoldaşlar? Füzuli. 2 haradır bala? Kəlbəcər. 3 haradır bala? Cəbrayıl. Bəli, doğrudur. İndi baxaq. Mərmər yatağı verilənlərdən daş kəsəndə olacaq yoldaşlar. Bilirsiniz də daş kəsəndə necə mərmər idi? Ağ mərmər. Altını götürük. Travertin yoldaşlar Kəlbəcərdə olacaq. Şaxtaxtı şeydədir, Kəngərlidədir. Kəlbəcərdə də mövcuddur. 6-2 və son olaraq gips yatağı Goranboyda olacaq. Yuxarı Ağcakənd. Yəni nə? 5. 6-2-5. Cavabımız nə variant oldu 21'də? A variantı. Tapşırıq aydındır. Cəbrayılda mı mərmər var? Cəbrayılda yox, Ağdamda var. Ağdamda, Gülablı mədəni. 22. İstirik vermə qabiliyyətinin artmasına görə yanacaq növlərinin ardıcıllığını müəyyən. Uşaqlar istirik vermə qabiliyyəti belə artır. Ən az olacaq verilənlərdən deməli quru odun 1, 0.4. Sonra torf 0.5. Torfdan sonra daş kömür, yəni 1, əmsal 1-dir. Sonra təbii qaz 3, sonra da neft 4. 1, 2, 5, 3, 4. 1, 2, 5, 3, 4. 1, 2, 5, 3, 4. Cavab D variantı. Bəli, D variantı. 23-cü suala baxırıq. A ölkəsində ümumi əhalinin sayı 30 milyon nəfərdir. Adam başına düşən ÜDM həcmi 20 min ABŞ dollarıdır. Uşaqlar, biz bilirdik də, buradan biz ÜDM-nin ümumi həcmini tapa bilərik də, düzdürmü? Neyniyəcəyik? Adam başına düşən miqdarı vuracaq əhalinin sayına. 30 milyondur, 20 də mindir, düzdürmü? Milyonu minə vuranda milyard eləyir.
30'u da 20'yə vuranda nə eləyir yoldaşlar? Hə? 30 20'yə vuranda 600. Deməli gözəl yoldaşlar, ölkədə ÜDM-nin həcmi neçə milyard imiş? 600 milyard imiş. ÜDM-nin 15% xarici şirkətlərə məxsusdur. Onun deyir 600 milyard. Tapdıq bunu. 15% xarici şirkət. ÜDM-də milli şirkətlərin payını hesablayır. Uşaqlar 15% xaricidirsə, daxilə neçə faiz qalır milli şirkətlərə? 100 çıx 15 nə elədi? 85%. Mən birbaşa 600 milyardın neçə faizini tapacağam? 600 vur 85 böl neçə? 100. Yoldaşlar 600 ilə 100 ixtisar gedəndə 85 vur 6 olacaq. Eləcə 30. 3 yadda 6 vur 8 8 510. Doğru cavab 510 milyard dollar. Düzgün cavabımız nə oldu yoldaşlar? 510 oldu. Aydın oldu tapşırıq. Çətin deyil idi. Növbəti suala baxırıq. Deməli 24-cü test tapşırığında bizə yanlış bəndləri müəyyən elə deyir. Yanlış bəndləri müəyyən eləmək üçün gəlin ölkələrimizi birinci təyin eləyək. Olar. Y haradır? Kanada. C haradır yoldaşlar? Qazaxıstan. Düzdür? A haradır bala? Avstraliya. Bəli, Avstraliya. B haradır yoldaşlar? Liviya. D haradır? Kongo Demokratik Respublikası. F haradır yoldaşlar? Braziliya. Gəlin baxaq. Bizə deyir ki, A, yəni hara? Avstraliya. Aqroeqlim ehtiyatlar zəngindir. Birinci ifadə doğrudur. Biz bunu götürə bilmərik. Bizə nələr lazımdır? Yanlışlar lazımdır. Sonra 2-yə baxırıq. B-də yazıb ki, B-də, yəni Liviyada. Boksit ehtiyatı çoxdur. Yoldaşlar, Liviyada neft çoxdur. Boksitin nə işi var orada? Sonra C-yə baxırıq valla. C haradır? Qazaxıstan. Transsərhəd su ehtiyatlarının asılılığı çoxdur. Bilirsiniz ki, yoldaşlar, burada transsərhəd ehtiyatlarının asılılığı yoxdur. Çünki çaylar buradan başlayır, üzü hara gedir? Rusiyaya tərəf gedir. Aydın oldu? Ona görə də bu ifadə yanlışdır. 2-3'ü götürdü, yanlış kimi. Sonra, baxaq 2-3'dən sonra görək nə gəlir. D-yə baxaq. D haradır yoldaşlar? Kongo Demokratik. Su və meşə ehtiyatı zəngindir. Ekvatorial meşələr Kongoda, düzdür? Bu ifadə doğrudur. Y-yə baxırıq. Neft və təbii qaz ehtiyatları zəngindir. Bəli, baxın bir dənə Kanadanın həm neft həm də təbii qaz ehtiyatları var. Bu da yanlışdır və doğrudur, yəni götürmədik. Qaldı F. Yazır ki, Braziliya daş kömür ixrac edir. Biz dedik ki, Braziliyanın yerli daş kömür ehtiyatları azdır, çox azdır. Daxili tələbatı ödəmir. Ona görə də alır, ixal edir ABŞ-dan. Yaxşımı? Cavab oldu 2 3 6 24-cü test tapşırığında. 25-ə baxırıq yoldaşlar. Marikultur deyəndə biz demişdik, kənd təsərrüfatının dar ixtisaslaşması nəzərdə tutulur. Yəni bir və ya bir neçə bitki növünün əkilməsi. Bu da dünyanın nə olur yoldaşlar? Ən kasıb ölkələrində. Marikultur kənd təsərrüfatı sahələrinin təsərrüfatın inkişaf etdiyi ölkələr deyəndə marikultur əsasən olacaq. Deməli, bir saniyə. Akvakultur, marikultur. Səhv dedim mən, polikultur, akvakulturla səhv saldım. Marikultur balıqçılıq deyil. Bilirsiniz ki, süni şəkildə balıq yetişdirilməsinin adlarıdır. Marikultur, bir də var idi yoldaşlar dəniz mühitində marikultur, bir də şirin sularda nə? Akvakultur. Şöyle mən burada kultur sözüm, kənd təsərrüfatında nə idi? Polikultur, monokultur. Monokultur deyəndə dar ixtisaslı, polikultur çox sahəli. Burada marikultur deyəndə nədən söhbət gedir? Balıqçılıqdan söhbət gedir. Balıqçılıq. Balıqçılıq. İndi balıqçılıqla bağlı gəlin seçək. Gözəl insanlar. Balıqçılıq əlbəttə ki, burada daha çox. Təbii ki, biz belə deyək də ABŞ-ı götürməliyik mütləq şəkildə. Bir, hə? Sonra gözəl yoldaşlar, biz burada seçməliyik Çini. Əhali sayı çoxdur, bilirsiniz, daha çox istifadə. 3. Bir də Cənub-Şərqi Asiya ada ölkəsi var, ha, Filippin. 4. Əhali sayı çoxdur. Ona görə də daha çox istifadə edirik. Bəli, 1, 3, 4. Yadda qaldı. 25-ə baxırıq yoldaşlar. 25-də bizdən nə istəyir? 26. Daha doğrusu 26-da. 26-da bizdən nə istəyir? Deyir, yeni sənaye ölkələrini müəyyən elə. Yoldaşlar, yeni sənaye ölkələrini müəyyən eləyəndə biz burada götürəcəyik. Vietnam təbii ki olmaz, amma Cənub-Şərqi Asiyada Tayland olar. Malayziya olar. Küveyt olmaz. Küveyt bilirsiniz ki, sənaye ölkəsidir. Sadəcə neft hasilatına məşğuldur. Laos bilirsiniz, kasıb ölkədir və bir daha olar İndoneziya. Deməli, gözəl yoldaşlar, biz burada bildik ki, Tayland, Malayziya, İndoneziya. Şimaldan cənuba doğru Tayland, Malayziya, İndoneziya bunlar nə oldu? Yeni sənaye ölkələri. Amma Vietnamdır, Kambocadır. Bunlar yeni sənayeleşmiş ölkələr hesab olunmurlar. Aydın oldu. Cavabımız oldu verilənlərdən 2, 3, 6. Aydındır mı? 27. Mis var, qalay var. Bildiyiniz kimi yoldaşlar, Mis qurşağı mərkəzi Afrika və bir də Ant dağlarındadır. Ona görə də Misə gedəcək verilənlərdən B və C. Yəni Peru və Zambiya. B ilə nə? C. Qalay isə Cənub-Şərqi Asiyadadır. Bura gedəcək yoldaşlar verilənlərdən Malayziya və İndoneziya. Bangladeşdə
yoxdur. Bangladeş, Cənubi Asiyada onlarda nə mis, nə də qala ehtiyatları mövcud deyil. Yoldaşlar, Bruneydə mis yox. Bruney haradır? Bruney Bəndər Səri Bəqavan, Kalimantan adasıdır. Onlarda yoxdur. Cavab belə oldu. BSAY. BSAY. Yadda qaldı. Davam edirik. Yoldaşlar deyir ki, əhalisinə mənsub olduğu dil ailəsi həmsərhəd olduğu ölkələrdən fərqli olaraq olan bu Şimali Avropa ölkəsi buzlaq mənşəli göllərlə zəngindir. Həmsərhəd olduğu dövlətlərin idarə etmə formasına görə bir-birindən fərqlənir. Gözəl yoldaşlar, bu ölkə hansıdır özü? Bir Finlandiyadır. Haradır? Deyəcəksiniz aslında niyə? Finlandiya yoldaşlar bildiyiniz kimi Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Finlandiya dövlətini yazdıq. Yoldaşlar, deyir ki, mətndə verilmiş ölkəni və burada yerləşən göllərin yaranma səbəbi bildiyiniz kimi yoldaşlar Şimali Avropa regionu hansı buzlaşmaya məruz qalıb? 4-cü dövr buzlaşmasına məruz qalıb. 4-cü dövr buzlaşmasının təsirinə məruz qalıb və buzlaqların yaratdığı çökəkliklərdə də, yəni çöküntülər, morenlər arasında çoxlu sayda göllər yaranıb. Aydın oldu, 4-cü dövr buzlaşması təsiri yaranmış moren təpə-tirələri arasında çoxlu sayda nələr yarandı? Göllər yarandı. Deməli, 28-ci sualın cavabı getdi. Mətnə əsasən cədvəli tamamla. Mətndə verilmiş ölkə ilə həmsərhəd olan ölkələr. Yoldaşlar, o ölkələrdən birincisi hansıdır? Rusiya, belə deyək də şərq hissəsində. İkincisi hansıdır? Şimali-qərb hissəsində İsveç. Şimali-qərbdə ən ucqarında isə nə olacaq? Norveç. İndi gəlin baxaq. Bu ölkələri yazdıq. İdarəetmə formaları. Rusiyada təbii ki, nə olacaq? Respublika, özdə prezidentli respublika, əzbər bilirik. İsveç və Norveçdə isə hər ikisində monarxiyadır. Nədir? Monarxiya. Özdə hansı monarxiya? Konstitusiyalı monarxiya. Krallıqlardır bunlar. Konstitusiyalı monarxiya. Və bizə deyir ki, inzibati ərazi quruluşu. Rusiya nədir yoldaşlar? Federativdir. Amma Şimali Avropa ölkələri, yadınızca İslandiya, Norveç, Finlandiya və Danimarka bunların hamısı üçün deyirdik ki, bunlar nədirlər? Unitardılar. Necədirlər? Unitar. Və salam, qutarı getdi. 30. Mətndə verilmiş ölkədə ehtiyatları çox olan təbii ehtiyatları müəyyən edib yazın. Yoldaşlar, bu ölkədə biz qeyd eləyəcəyik ki, daha çox nə var? Meşə resursları, bildiyiniz kimi iynə yarpaqlı meşələr, bəli, şimal meşə quruşağı. Bir də içməli nə var? Su var. İçməli suda məlum məsələ, elə gölləri hamısı şirin suludur, buzlaqlardan yarandığı üçün. Ona görə də biz deyirik, bu ehtiyatlar burada zəngindir. Yadda qaldı.